Olsa da bizim Respublika həmkarlarının artıq bu kollektiv üzvüdür. Bilgətdə yerləşən Esminur Min Uşaq Bağçası və Tədris Mərkəzi. Bura toplaşmış kollektivlər, yəni bizim Respublika Həmkarlar Sənaye və Xidmət Sahəsi Həmkarlar İttifaqı Birliyinin müşaviri hörmətli Cəmaləddin İsmailov, Respublika Sahibkar Qadınlar İctimai Birliyinin sədri hörmətli Zemfira xanım Ağayeva, bizim təşkilat şöbənin müdürü Roza xanım Eyübov və baş əmək müfəttişliyi Hüseynov müəllim burada iştirak edir. Hörmətli Ruxsara xanım bizim ictimai İnsanlar Birliyinə qarşı mübarizə idarəsinin ictimai birliyinin sədridir. Aynurə xanım bizim psixoloq, Tədris Mərkəzinin psixoloqu, Leyla xanım informasiya dəstəyidir, Vətənim Azərbaycan Razın ümumi məsələlər üzrə müavindir və hörmətli xanım Esmirə xanım, Esminur Uşaq Tədris Mərkəzinin direktoru, təsisçisidir, böyük kollektivi var. Burada digər məktəblərdən, tədris müəssisələrindən fərqli olaraq burada deməli Cəmaləddin müəllim əqli cəhətdən zəif uşaqlarla da məşğul olurlar, böyük xidmət göstərirlər. Yəni dövlətin, hökumətin yeganə atributları bu müəssisədə özünü həmişə cəmləyir. Ona görə də bu gün sizi ilk öncə burada bizim kiçik bu mövzuda, kiçik də olsa, amma bütün əhalini əhatə edən gündəliyimizin ən böyük məsələlərindən biri narkomaniya qarşı mübarizə məsələsidir. Bu gün siz əziyyət çəkib, bu məclisə təşrif buyurmuşsunuz, bu mövzuda çıxışınızı dinləyəcək. Hörmətli Cəmaləddin, buyurun, söz sizindir. Çox sağ ol.